Aha. Materiklərin sualtı kənarlarında yerləşir, qədim çay dərələrinə və buzlaq relif formalarına rast gəlmək mümkündür. Meyillilik azdır, akkumulyativ mənşəlidir. Söhbət nədən gedir müəllimlər? Şef düzənlikləri. Bəli, şelf düzənliklərindən gedir, doğrudur. Qonşu ölkələr arasında təbii sərhəd rolunu oynayan dağlar hansılardır? Mesaj bölməsinə bu arada yaza bilərsiniz müəllimlər. Kopet Dağı, Zaqros, daha sonra Qafqaz dağları, daha sonra Himalay dağları, Qafqaz, Qaraqorun, Alp Kopet dağları, dağı bəli. misal göstərmək olar. Aha. Afrikada 3 yarımkürədə yerləşən yayla hansı işıqlanma qurşağında yerləşir? Tropik işıqlanma qurşağında Şərq Afrika yayılası. Bəli, Şərqi Afrika yaylasında hansı zirvəni tanıyırsınız? Rastaşen 4620 metr. Kilimanjaro dağı Etiyopya. 5895 olacaq. Aha. Çiş Bəli. terminini elmə ilk dəfə kim gətirmişdir? Tomlinson. Roger Tomlinson. Bəs qara dəlik terminini ilk dəfə kim elmə gətirib? Wheeler. Termini işlədib, bəli, Wheeler olacaq, doğrudur. Bəs qara dəliklər buxarlanma qabiliyyətinə malikdir. Bu sözü kim demişdi? Hawking. Bəli, Hawking demişdi, doğrudur. Heyvanların sayı, insanların sayı olsun, hansı təsvir üsulu ilə təsvir olunacaq? Nöqtələr üsulu ilə, nöqtələr üsulu. Lavrasiya yoxsa Gondvanada qütb ulduzu görünəcək? Bəli, Lavrasiyada. Maqmatik suxurdan çevrilmiş metamorfik suxur hansıdır müəllimlər? Granit gneysi. Granit gneysidir, öyle değil. Bəli, qneys olacaq. mərmərə. Qneys olacaq, doğrudur. Yaxşı müəllimlər. Bəs mənə deyin, buludluğu ölçən cihazın adı nədir? Nefeskop. Bəli, nefeskop olacaq. O hansı təsvir üsuludur ki, orada əl qrafikasından istifadə olunur, ümumiləşdirilmiş, sadələşdirilmiş. Grafik sxemdə, mənim xəritə sxem. Bəli, xəritə sxemdir. Yaxşı müəllimlər. Bəs Avstraliyada qırmızı qumlarla əhatələnən, örtülmüş Uluri. Aha, doğrudur. Ulurunu Azərbaycanın hansı relif forması ilə bənzədərsiniz? Qobustan. Qobustan. Doğrudur. Yaxşı, bəs qırmızı rəngdə görünən planet hansıdır? Marsdır. Bəs Uran niyə ən soyuq planet hesab olunur? Mənim metan qazına görə Doğrudur. Bəs o hansı göldür ki, metan qazı yerli bataqlıqdan qalxıb Maracaibo. Maracaibo gölündən nə çıxarılır? Neft. Neft çıxarılır, doğrudur. Yaxşı, bəs Nizami Gəncəvi adına krater hansı planetdədir? Merkuridə. Merkuridə deyil mənim. Bəli, Merkuridədir. Merkuridədir. Bir ilin uzunluğu 88 gündür. Ən kiçik planetdir. Yaxşı müəllimləri, kartoqrafiyanın banisi və torpaq coğrafiyası, bitki coğrafiyası, üfüqün cəhətləri termini, doğru, təbiətşünaslığın əsası, üç dəniz arxasına səyahət əsəri, Nikitindir. Nizami Gəncəvinin hansı əsərində yerin forma və ölçüləri haqqında məlumat verilmişdir? İskəndərnamə əsərində olacaq. Dünyanın ən çox qum toplanmış səhrası, diyunlardan ibarət. Kalahari səhrasının yerləşdiyi ölkələr neçə işıqlanma qurşağında yerləşir? Mənim Üçünü də cənub tropik xətti kəsdiyinə görə hər üçü iki işıqlanma qurşağında yerləşir. Bəli. Növbəti sual qədim platforma üzərində yerləşən və allüvial çöküntülərlə örtülü olan bir düzənlik deyin. Ki çayın əmələ gətirdiyi düzənlik də ola bilər. Böyük Çin düzənliyi. Bəli, Böyük Çin düzənliyi. Növbəti sual. Bəli. Alp və Apenin dağları ilə əhatə olunan bəs düzənlik hansıdır? Padan ovalığı bilirik ki, Cənubi Avropanın ən böyük ovalığıdır. Seismik dövrdə. Düzdürmü müəllimlər? Yaxşı, bu Padan ovalığından axan çayın mənsəbində nə cür tip sahillər mövcuddur formalar? Adriatikdə də mənim Dalmasiya. Bəli, Dalmasiya. Dalmasiya bilirik ki, sahilə paralel uzanmış bir dağdır. Yaxşı, Adriatik dənizi bilirik ki, Apenin yarımadası onun sol tərəfindədir. Bu Apenin yarımadasının solunda da bir dəniz yerləşir ki, orada Tiber çayı tökülür.
Liguriyadır. Liguriyadır. Tirrenden. Tı. Kirrendi müəllimə. Kirren. Liguriya. Kirren. İyonda onun aşağı hissəsində də müəllimə cənubunda. İyon ən aşağı hissəsinə. Anadolu yaylası şimaldan və cənubdan müvafiq olaraq hansı dağlarla əhatə olunmuşdur? Fon, Tavır. 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 Aha, doğrudur. Yaxşı, bəs müvəqqəti axar suların yaratdığı relyef forması hansıdır? Arso, son mərhələsi necə adlanır? Qobu. Bəli, Qobu adlanır. Cənubi Amerikada 3 yarımkürədə yerləşən ovalıq hansıdır? Amazon ovalığı. Amazon Ovalı. ovalı, düzdürmü? Amazon Amazon ovalı. meşələri, oradakı faydalı qazıntıları mənimsəmək üçün Trans-Amazon magistralı hansı şəhərdən hansı şəhərə çəkilmişdir? Lima. Resife ilə Limadır. Resife. Lima. Doğrudur. Resif və Limadır, bəli. Çoxlu bəndlər və kanallar çəkilməsi yolu ilə dəniz sularından mühafizə edilən ərazilər necə adlanır? Polderlər. Polderlərin ikinci adı nədir, müəllimlər? Antropogen düzənlik. Eşitmişdiniz? Bəli. Ən çox Niderlandda, Polşada biz bunu, Almaniyada deyə bilərik. Düzdürmü? Özü də ki, sual düşsə müəllimlər, polderlər Şimali Avropa yoxsa Mərkəzi Avropada daha çoxdur? Deyəcəksiniz Mərkəzi Avropada. Mərkəzə. Aha. Yan və dib eroziyanın növbələşməsi hansı relyef formasını əmələ gətirir? Terraslaşma müəllimə. Bəli, terrası əmələ gətirir. Doğrudur. O bayaq dediyiniz o Pont dağları ki var, Kiçik Asiya yarımadasının şimalında, o Türkiyə ilə hansı ölkənin sərhədində yerləşir? Gürcüstan. Gürcüstanın müəllimə. Doğrudur. Elə müəllimlər, dağlar deyin ki, yarımadada yerləşsin. Hansı dağları demək olar? Apennindir, Balkandır. Kiçik Asiyadır. Hicaz dağlarında deyə bilərik. Aysa, Hicaz dağları da demək Ərəbistan olar. yarımada Hicaz dağları bəli. Aha. Bir daha təkrar edirik, digər müəllimlər üçün anlaşılsın. Krım dağlarıdır, Apenindir, sonra Əndəlüs dağları demək olar. Əndəlüs. Tavır, Pont dağları yarımadada yerləşən dağlar hesab olunur. La Plata ovalığı ilə Qrad Çako yüksəkliyi həmsərhəddirmi müəllimlər? Birinci Qrad Çako yüksəkliyi bilir ki, Cənubi Amerikada yerləşir və onları bir sərhəd götürməli. Aha. Bəli. Suriya ilə Səudiyyə Ərəbistanın sərhədi varmı? Xeyr, yox. Bu ilin sualıdır, mix sualı. Kimlərə tanış gəldisə biləcək artıq. Sərhədi yoxdur Suriyanın. Yaxşı, mədənlərin kənarında yaranmış istehsal tullantılarından ibarət olan təpələr necə adlanır? Məsələn, Azərbaycan hansı inzibati rayonda bu təpələrə rast gəlmək mümkündür? Daşkəsəndə. Bəli, Daşkəsəndə. müəllimə. Bəli, Daşkəsəndə rast gəlmək mümkündür. Növbəti sual, öz oxu ətrafında həddindən artıq zəif fırlanan planet hansıdır? Venera. Aha, Venera. Bəs ən sürətli fırlanan planet hansıdır? Yupiter. Yupiter olacaq ən böyük planetdir. Yupiter zolaqlı planet adlanır, yoxsa həlqəli planet adlanır? Həlqəlidir müəllimə. Zolaqlı, həlqəli deyəndə bu zaman Saturn yada düşəcək. Bəli, ən güclü küləklər oradadır. Yaxşı, bəs Şərqi Avropa və Qərbi Sibir düzənliklərini bir-birindən ayıran dağın hündürlüyü neçə metrdir? Dağlar müəllimə. 1895. 1895. Əslində müəllimlər, əslində bizim öz dərslərimiz tək-tək sual-cavabla olur. İndi bütün müəllimlər istəyirəm ki, iştirak etsin, fəallıq olsun deyə biraz səslər qarışa bilir, amma əsas kimsə yəni kimsə başa düşmürsə təkrar sual versin cavabını öyrənmək üçün. Yəni yaza da bilərsiniz. İndi neyniyək də ümumi dərsdir, bütün qruplarda linklər paylaşılıb, hər kəs istəyir iştirak eləsin, ona görə belə alınır biraz. Tək-tək istəyərdim, amma ki indi hər kəsi tək-tək etsə gərək bugün burada olaq. Ona görə indi sualı verim. Əsas sualları dinləyin. Yəni inteqrasiyalı suallardır və sizə çox kömək olacaq. Növbəti sual. Mekong düzənliyinin yerləşdiyi yarımadadan keçən çayın mənsəbi coğrafi mövqeyinə görə necə dənizdir? Kənar dənizdən bütün dənizlər. Söhbət hansı? Gəlin xırdalayaq da. Mekong düzənliyi keçir Çin yarımadasında. Hindçin. Və bu da görürsünüz də Cənubi Çin dənizinə tökülür. Söhbət Mekong çayından gedir ki, o da kənar dəniz hesab olunur. Cənubi Amerikada geniş çay dərələrinə və sıx meşə örtüyünün malik olduğu çökmə suxurlarla örtülü ovalıq necə adlanır? Hansıdır yəni? Amazon təbii ki. Cənubi Amerikada neft ehtiyatlarıyla zəngin olan ovalıq hansıdır? Orinoco. Guyana yaylasında yerləşən relyef forması?
Tepuylar. Tepuylardır müəllimə. Tepuyilər Tepuydur. adlanır, doğru. Müəllimlər, qütb ulduzu'nun görmə bucağı ilə temperatur tərs mütənasibdir, yoxsa düz mütənasibdir? Tərs mütənasib. Tərs müəllimə. Mütənasibdir. Tərs Qarşı mütənasibdir. temperatur Amma yoxdur. günəşin düşmə bucağı ilə temperatur düz mütənasibdir, yoxsa tərs mütənasibdir? Düz mütənasibdir. Düzdür də. Düşmə bucağı artdıqca temperatur da artır. Aha, doğru, düz mütənasib olacaq. Sonra, müvəqqəti axınların gətirdiyi çöküntülərin toplanmasından yaranan düzənliklər necə adlanır? Prolivial. Prolivial düzənlik. Kars Prolivial. prosesləri nəticəsində Azərbaycanda yaranmışdır. Mağara. Azıq mağarası. Çökəkliyində azıq Az- mağarası. Azıq Azıq mağarası mağarası. olacaq, doğrudur. Yaxşı, bəs bu meteoroid yağışları olsun, kütləvi vulkan püskürmələri olsun, su buxarıdır. Bunlar planetar mərhələ yoxsa geoloji mərhələyə aiddir? Planetarda da Planetar. Coğrafi adları öyrənən elm sahəsi Toponomika. toponomika olacaq, doğru. Yaxşı, bəs o kimdir ki, onun qlobusu ulduzlu səmanın qlobusu adlandırılır? Nəsrəddin Tusi. Nəsrəddin Tusiyyətdir. Bəli, Nəsrəddin Tusidir. Bəs o kimdir ki, onun qlobusu Səmərqənddə saxlandı və gildən hazırlanmış ilk qlobus hesab olunur? Əbu Reyhan Əl-Birunidir. Əlgün, bəli, Özbək alimidir də Səmərqənd. Səmərqənddən keçən çayın adı nədir müəllimlər? Səmərqənddən keçən çayın adı. Zərəfşan çayıdır. Bizim müdavimlər bir də o qədər o həmin qlobusa deyəndə sual vermişəm ki. Aha. Sonra müəllimlər, o hansı proyeksiya növüdür ki, tədris məqsədi ilə istifadə olunur? İxtiyari. Bəli, ixtiyari proyeksiya. Aha. Mən vulkan dərsi keçirəm, vulkan modelini şagirdlərin qarşısına qoyuram. Bu hansı metoddan istifadə edir? Modelləşmə Asteroidlər ən çox hansı planetlərin orbitləri arasında cəmlənmişdir? Mars və Yupiter. Doğrudur. 14 gecəlik ay necə adlanır? Qədirlənmişəm. Bəli, bədirlənmiş. Maqnit meyl bucağı neçə dərəcədir? 1,5. 11,5 olar. 11,5 olacaq, doğrudur. Bəli. İlk quru sahəsini Pangeya adlandırmış şəxs, Vegener. Vegener də müəllimə. hətta Vegener litosfer havalarının üfüqi şəkildə hərəkətini də söylənir. Hərəkətini də bəli söylənir. Bəli. Yaxşı müəllimlər, kim demişdi? Ümumiyyətlə belə deyək də, kosmik hava konsepsiyası kimə məxsusdur? Öz konsepsiyasını kosmik hava adlandırmış. Çijelski olacaq. Müəllimə, Tüjelski. O hansı elm sahəsidir ki, onu mühəndis coğrafiyası adlandırırlar? Geomorfologiya. Geomorfologiya müəllimə. Bəli, Geomorfologiyadır. geomorfologiya olacaq. Tamamilə doğru. O hansı litosfer tavalarıdır ki, qərb istiqamətində hərəkət edir? Şimali, cənub. Cənub Amerika, Sakit Okean. Bir də Bəli. Sakit Okean. Olacaq Şimali Amerika, Cənubi Amerika və Sakit Okean. Sakit Okean olacaq. Yaxşı müəllimlər, bu Aralıq dənizi içərisində Avropanın ən hündür vulkanı, adada yerləşən vulkanın adı nədir? Etna deyil müəllimə. Etna vulkanı. Bəli. Etna, Aha, Siciliyada. bəli. Apenin yarımadasında neçə anklav dövlət var? 2 San Marino Vatikan. 2 dənə. San Marino, Vatikan, əla. Roma paytaxtının içərisində olan ölkə hansıdır? 800 nəfərdən. Vatikan. Vatikandır müəllimə. Vatikan, Vatikan. bəli, katoliklərin paytaxtı. Yaxşı müəllimlər, geosiqnalın hansı mərhələsini biz platforma mərhələsi adlandırırıq? Dördüncüdür müəllimə. Dördüncü. Bəli, hansında deyirik ki, antiqnal və sinknallar yaranır? İkincidə. 2-də yaranır, 3-də birləşir, dağı yaradır. Eləmi? 3-də birləşir. Bəli. 3-də birləşir. Müəllimlər, burada Cənubi Amerikaya baxın. Sakit Okean tərəfdə Çiliyə məxsus bir ada var. Pasxa adasıdır müəllimə. Pasxa adası divergentdir, yoxsa konvergent zonada yerləşir? Bəli, divergent zonada yerləşir. Sakit Damaskanın ayrılması. Aha, Tısbağa adası adlandırılan Nasıl? Ekvadora məxsus ada. Galapagos. Galapagos. Bəli, Galapagos. Galapagos adası ekvatorial iqlimdir, yoxsa subekvatorial iqlim? Deyəcəksiniz heç biri tropik səhrada yerləşir. Düzdürmü müəllimə? Galapagos adasının aid olduğu ölkədə yerləşən vulkanları kim tədqiq etmişdir? Humboldt.
Humboldt'u necə adlandırırlar? İkinci kolon. Bəs hansı İkinci cərəyanı kolon. Humboldt cərəyanı adlandırırlar? Peru cərəyanı. Bəli, Peru Peru. cərəyanı. Yaxşı müəllimlər, Ekvador ölkəsini ekvator xətti kəsdi. Kolumbiyanı kəsir? Ruiz vulkanının olduğu. Kəsir də. Kəsir. Orada. Bəli, kəsir. Yaxşı, Ruiz vulkanının olduğu ölkədən hansı çay Karib dənizinə tökülür? Magdalena. Magdalena çayıdır, bəli. Deyəsən səhv etmirəmsə bu sertifikasiya sualına bu düşmüşdür bu çay. Elə bilirəm. Bəlkə də yanılıram. Magdalena çayı. düşmüşdü. Hə, düşmüşdür. Aha. Yaxşı, qalay Wolfram ehtiyatına görə fərqlənən region hansıdır? Şərqi Asya. Dünyanın ən uzun sıra dağı neçə yarımkürədə yerləşir? Üç yarım. Üç yarım küre. Bəs Alp dağları üç yarımkürədə yerləşir deyə bilərikmi? Alp Yok, dağları. xeyr mi? Xeyr, deyə bilmərik, çünki onu Greenwich meridianı kəsmir. Tasmanın kəşf etdiyi hansı adada Ruapehu vulkanı yerləşir? Yeni Zelandiya. Zelandiyada. Bəli, Yeni Zelandiyanın Şimal adasında. Aha, Şimal Yeni adası. Zelandiyanın Şimalda. yerli əhalisi necə Şimal adlanır? adası. Maurilər. Bəli, Pelikan dedim. Növbəti sual müəllimlər, Hekla vulkanının olduğu adanın paytaxtı dünyada necə tanınır? Ən təmiz şəhər. Hekla vulkanı bilirik ki, İslandiyadadır. Onun da paytaxtı Reykjavik. Dünyada səması ən təmiz olan paytaxt şəhər sayılır. Qütbə ən yaxın paytaxt şəhər də deyə bilərsiniz hətta. Yaxşı, növbəti sual. Yellowstone Milli Parkının olduğu ölkədə şəkər qamışı, yoxsa şəkər çuxunduru becərilir? Hər ikisi var. İkisi də var. çaşdıra bilmədim. İkisi də var. Çaşdıra bilmədim. Aha, növbəti sual. Diametri 1,52 kilometr olan krater necə adlanır? Kaldera. Kaldera. Antarktidada cavan dağ var. Var. Antarktida Alpları. Aha, Antarktidada vulkan var, fəaliyyətdə olan amma. Terror, Erebus. Terror. Müəllimlər, Ross adasını 180 dərəcə kəsir, yoxsa Ross dənizini? Dənizini. İkisini də kəsir də müəllim. Belə deyək də, adanı kəsmir, amma dənizi kəsir ki, həm şərq, həm qərb yarımkürəsində dəniz üçün deyə bilirik də. Sonra o Aralıq dənizi içərisində adada olan vulkanı biz Etna deyirik. Başqa adada olan vulkan var orada. Stromboli var, Stromboli. Bəli. Qərbi Sibirlə Orta Sibiri görürsüz. Bunların hansının cənubunda Kars mənşəli göl var? Qərbi Sibirdə. Qərbi Sibirdə. Çanı gölü Kars mənşəlidir. Qərbi Sibirin cənubunda yerləşir. Qərbi Sibir haqqında da bir-iki məlumat verək ki, cavan platformadır. Nefti ehtiyatları var. Bir də Ob çayını siz görə bilərsiniz də. Dünyanın ən böyük estuariyeli çaylarından. Bəs dünyanın ən böyük deltalı çayları hansı körfəzə tökülür? Bəli, Bengal körfəzi, Brahmaputra. körfəzinə. Bəli, bəli. Skandinaviya dağları hansı ölkənin sərhədində yerləşir? Norveç, İsveç. Bəli, İsveç, Norveç. Aha. Yaxşı müəllimlər, bu getdikcə materiklərdən uzaqlaşan yarımadalar hansı yarımadalardır? Kaliforniya, Somali. Küləyin dağıdıcı fəaliyyəti necə adlanır? Defilyasiya. Yaxşı, küləyin təsiri nəticəsində səhralarda hansı relyef formaları yaranır? Şahid dağlar. Eol relyef formalarıdır. Bəli, Eol relyef formaları olsun. Şahid dağlar olsun. Əsasən səhra, fiziki aşınmanın üstün olduğu yerdə və buxarlanma qabiliyyətinin üstün olduğu yerlərdə daha çox olacaq. Sonra okean dibinin relyefində okean yatağı adlandırılır. Söhbət nədən gedir? Abissal düzənlik. Abissal düzənliklərdən, doğrudur. Bəs materik dayazlığının ikinci adı nədir? Bəli, şelf düzənliyi olacaq. Sonra Afrikada o hansı ölkədir ki, onun ərazisində 3 dənə göl yerləşir? Tanzaniyadır, değil mi? Bəli, Tanzaniya olacaq söhbət. Viktoria, Tanganyika və Nyasa gölləri. Dünyanın ən uzun boğazına tökülən çay. Mozambik. Zambezi. Limpopo, doğru. Zambezi çayı dünyanın ən uzun boğazına tökülür. Üzərində olan şəlaləni kim kəşf etmişdi? Livingston. Bəli, Livingston kəşf etmişdi. Yaxşı, 4 yarımkürədə yerləşən körfəzə tökülən hansı çay 2 paytaxt şəhərdən keçir?
Senegal, Nigerdən bu arada Bamako, Bamako, Nigerdir. Niger, Niger, Niamey və Bamako'dan keçir. Düzdürmü? Malinin Evet. paytaxtı, bir də Nigerin paytaxtı. Sonra Ant dağlarında Boliviya və Çili sərhədində yerləşən iqlimi quraq olan yüksək Altiplano. yaylar hansı? Altiplano. Altiplano. Doğrudur. Altiplano. Bəli. Sonra Avropanın ən alçaq nöqtəsi hansı ovalıqda yerləşir? Xəzəryanı. Xəzəryanı ovalı. Xəzəryanı. Yaxşı. Lavrasiya qurusuna aid olan materiklər neçə işıqlanma qurşağında yerləşir? 3 tıklanma. 3. İşıqlanma. Borneo adası bəs? Kalimantan. Kalimantan adlı neçə ölkə yerləşir ərazisi, yəni bu adada? 3 ölkə. Brunei, ölkə. Malaysia, Endonezya. Neydi? Evet. Malaysia, Endonezya. Bəli. Malayziya, İndonesiya. Bəhreyn yarımada ölkəsidir. Adaya Ada çevrildi. kənarda yerləşir. Bəli. Yarımadaya Torpaq çevrilib. bəndlərlə hansı ölkəyə birləşdirilir? Səudiyyə Ərəbistanla. Səudiyyə Ərəbistanı. Yaxşı. Səudiyyə Ərəbistanının yerləşdiyi yarımadada materik daxili ölkə varmı? Xeyr, yox. Xeyr, hamısı Xeyr, var. yox. Hamısının okeana çıxışı var, düzdürmü? Çıxışı var. Aha. Bəs Mis qurşağının yerləşdiyi dağların davamı Ant dağlar Antarktida. Qərbi Antarktida olacaq, doğrudur. Yaxşı. Bəs Kəllə Qəndin yerləşdiyi yayladan başlayan çayın mənsəbi haradır? Uzadıram ki, fikirləşəsiniz zəncirvari formada. Birinci tapmaq lazımdır ki, Kəllə-Qənd Braziliya yaylası. Braziliya yaylasından başlayan çay Parana çayıdır. 3 iqlimdən keçdi, düşür aşağıya cənub istiqamətində. Oradan da La Plata körfəzinə, düzdürmü? Burada daha yaxşı olsun xəritədə. La Plata körfəzinə bilirik ki, Parana çayı üzərində İtaipu Seyti var və İguasu şəlaləsi var. Özü də ki, ağac axıdılmasına istifadə olunan çaydır. Şimal. Avropanın şimal çayları. Bəli. Yaxşı müəllimlər. Sonra qoşulmaq istəyən var, qəbul edək. Okean tipli yer qabığı hansı qatlardan ibarətdir? Çökmə bazalt. Bazası qranit qat yoxdur. Bəli, qranit bir dənə qatı olmayacaq. 3 dərəcə artsa 100 metrdə dərinlikdə Geotermik gradiyent. Gradiyent adlanır. Aha. Yaxşı müəllimlər, böyük litosfer tavalarından yalnız okean tipli yer qabığına malik olan litosfer tavası hansı istiqamətdə hərəkət edir? Qərbə. 10 sm. Bəli, qərbə doğru hərəkət edir. Mərmər su keçirirmi? Xeyr. Keçirmir. Yaxşı, bir su keçirən, bir də su keçirməyən bir-birinin üstündə yerləşərsə hansı hadisənin yaranmasına səbəb olacaq? Yaxşı, sürüşmə hadisəsinə qarşı hansı tədbirləri görmək olar? Fitomeliorativ tədbirlər. Meliorativ bəli. Fitomeliorativ tədbirlər. Yaxşı müəllimlər, bəs sürüşmə Azərbaycanda ən çox Kiçik Qafqazda olur, yoxsa Böyük Qafqazda? Böyük Qafqazda müəllim. Dörtməskurlar daha çox olduğuna görə. Ayşə. Fiziki Bir də aşınma sutkalıq amplituda yoxsa illik amplitudanın təsirindən? Səhralardan çox. Yaxşı. Bəs fiziki aşınmanın üstün olduğu yerdə düz radiasiya olacaq, yoxsa səpələnən radiasiya? Düz radiasiya. Aha, doğru. Aha. Yaxşı. Qrafit almaza çevrilə bilərmi? Yüksək temperaturda. Daş kömür qrafitə qrafit Daş almaq. kömürdür müəllim almaza çevirən deyil. Yox, Qrafit qrafit yüksək temperaturda almaza Bəli, çevrilir. çevrilə bilər də. Daş kömür, qrafit almaz, ardıcıllıq. Aha, yaxşı müəllim. Aha. Bu Avstraliyada Karpentariya körfəzi hansı yarımadaların arasında yerləşir? Yorunun Arlemdə. Bu yarımadaların biri dünyada boksit ehtiyatına görə birinci yerdədir. York. Bəli, York yarımadasıdır. Yerli əhalisi Malagasilər adlanan ada neçə iqlimdə yerləşir? 2. Ekvatorial tropik dəniz. Bəli, subekvatorial tropik dənizdə yerləşir. Burada Maskarin adalarını görürsüz də müəllimlər. Maskarin adaları divergent yoxsa konvergent zonadır? Divergent. Beaufortlu küləkdədir.
Bəli, Beaufortda küləkli olacaq. Bu Yapon adalarıdır. Yapon adalarının bir adası var ki, o yalnız iki iqlim qurşağında yerləşir. Söhbət hansı adadan Hönsüdür gedir? müəllimə. Hönsü. Hönsüdür. Tropiklə Yaxşı, Yapon... Mülayimin Aha, mülayimlə musonda. Mülayimlə subtropik Tropik musonda. muson. bəli. Cənubi subtropik, şimalı mülayim. Şimalı mülayim musonda. Yaponiyanın yalnız bir adası, Hokkaido yalnız mülayim musonda tamamilə yerləşir. Sonra Yaponiyanın paytaxtının yerləşdiyi ada hansıdır? Hönsü. O da Hönsüdür. Hönsü. Fujiana vulkanının Hönsü. yerləşdiyi ada. Hönsü olan. Hönsüdür O da o da. hönsüdür müəllimə. Hönsüdür. Demək, yəni nəticə nə olur? Demək, Tokyo aqlomerasiyasını bilirsiniz, 37 milyon nəfər, o da Hönsü adasındadır. Fujiyama vulkanı da Hönsü adasındadır. Yaponiyanın ən böyük adası da Hönsü adasıdır. İki iqlimdə yerləşən adası da Hönsü adası hesab olunur. Bunu belə yekunlaşdırdıq. Yaxşı, Küsü adasında hansı vulkan var? Aso. Aso. Doğrudur. Yaxşı, bəs Kamçatka yarımadasından danışdıq ki, mülayimdir. Hansı vulkan var Kamçatka yarımadasında? Yusufası. Məsələn, müəllimlər, sual düşə bilər ki, məsələn, cümlə formasında Klüçü-Sovkasi vulkanının yerləşdiyi yarımada iki dənizlə əhatə olunmuşdur. Bu fikir doğrudur. Xəritəyə baxaraq təsdiqlədik. Oxud verin. Bəli, təsdiqlədik xəritə ilə. Ona görə xəritəni bilmək vacibdir. Burada görürsüz Saxalin adasını, düzdürmü? Saxalin adası da palçı vulkanlarına görə tanınır. Rusiyanın adası hesab olunur, mülayim mussonda yerləşir və Saxalin adasını Asiyadan və ya Avrasiyadan ayıran boğazda tökülən çay. Bitirməmişəm hələ sualı axıra qədər. Demək, Tatar boğazına tökülən çay hansı ölkələrin sərhədində yerləşir? Rusiyanın. Rusiya deyək. Cənub-Qərbi Asiyanın ən böyük ovalığından keçən çayın mənsəbində hansı ehtiyat var? Neft. Olacaq, doğrudur. Aha. Puna, Peru, Boliviya yaylalarının yerləşdiyi dağ kolliziyadır, yoxsa subduksiyadır? Subduksiyadır. Təbii ki, subduksiya zonası olacaq. Söhbət Ant dağlarından gedir. Yaşına görə Afrikanın ən cavan ərazisi neçə ölkə ərazisində yerləşir? 3 ölkədə. 3 Mərakeşdir. Yəni, Əlcəzair, Tunis, Mərakeş olacaq. Mərakeşi Qrinviç kəsir, yoxsa şimal tropik xətti kəsir? Heç biri kəsir. Burada Kanar adalarını görürsünüz, müəllimlər. Kanar adalarında hansı səyyahımız olmuşdur? Şirvani olmuşdur. Kanar adaları hansı ölkəyə məxsusdur? İspaniya. İspaniyada geosignalda yerləşən yaylanın adı nədir? Meseta. İspaniyanın paytaxtı? Madrid. Kanar adalarında hansı vulkanı tanıyırsınız? Tayde vulkanı. Amaş boğazına tökülən çayın keçdiyi paytaxt şəhər? Paris. Senatda müəllimə. Bəli, Parisin paytaxtından keçən Sena çayı Lamaş boğazına tökülür. Əla. Yaxşı müəllimlər, bu Lamaş tuneli hansı ölkələrə əlaqələndirir? Fransanı. Fransanın Böyük Britaniya. Böyük Britaniya, Fransa olacaq müəllimlərə. Sonra bu dünyanın ən dərin kanyonları hansı dağlardadır? Azərbaycanda hansı dağlardadır? Hansı ərazidədir? Böyük Qafqaz. Şimal şərqidir. Şermat kurortunun yerləşdiyi ölkə NATO üzvüdür, yoxsa Avropa İttifaqına? Heç birini Doğrudur. Və Sogner Fiyordunun olduğu ölkə Norveç. Doğru da dediniz. Sonra orada nə qaldı? Şermat, Kars platosu hansı? Yarımada? Balkan yarımadasıdır. Balkandadır. Litosvet havalarının hərəkətini hansı milli parkda müşahidə etmək olar? İslandiyadadır. Müəllimə İslandiyada. Tigveller milli parkı. Bəs Kanay milli parkında hansı şəlalə qorunur? Anhel şəlaləsi. Tibet yaylasından başlayan çayların mənsəbləri daxili dənizdir, yoxsa kənar dəniz? Kənardır. Bilirsiniz də, birlikdə Şərqi Çindən və Sarı dənizdən söhbət gedir.
Son sualımı verirəm. Son sualdır. Diqqətli olun. Hə. Mənsəbi, bu xəritəni çevirim. Hə. Mənsəbi Ərəbistan dənizi olan çayın mənsəbi tropik işıqlanma qurşağındadır, yoxsa mülayim işıqlanma qurşağında? Tropik. Pakistan. İndi baxın, Hind çayını kəsir ki, Hayır. Mülayimdir. bax, bu ən sonuncu sualı Mülayim, yanlış mülayimdir. dediniz. Mülayim işıqlanma qurşağındadır. Mülayimdir. Çünki tropikdən yuxarıda Tuzi və bu da düşmüşdü bu ilin ilk sualına. Buna da fikir vermək lazımdır. Belə müəllimlər yekunlaşdırırıq. Artıq olsa bitəcəkdir dərs. Sağollaşmağa görə biraz tez elədim. İndi Çox hər an sağ olun Zoom müəllimə. dayana bilər. Sağollaşıram sizlə. Ümid edirəm ki, bir yaxşı təhsil elədik. Çox sağ olun müəllimim. Əla idi. Sağ olun müəllimə. Faydalı oldu çox. Belə sağollaşıram sizlə. Gecəniz xeyrə Sağ olun qalsın. müəllimə. Sizə zehin açıqlığı, xoş istirahətlər. Gecə xeyir. Sağ olun. Sağ olun. Sağ olun. Xeyrə qarşı Allah razı olsun. Sağ olun. Sağ olun.